Salam uşaqlar, bu dəfə trigonometriyadan davam edirik. Çox qısa bir qaydanı isbat eləyəcəyik, amma trigonometriya haqqında uzun bir videoda tezliklə olacaq. Deməli, isbat etməliyik ki, müəyyən bir alfa bucağı üçün sinus kvadrat alfa topla kosinus kvadrat alfa bərabərdir 1. Bunu isbat etmək üçün ilk bir dənə düzbucaqlı üçbucaq çəkirik. O düzbucaqlı üçbucaqda iti bucaqların birinə alfa deyək. Alfanın qarşısındakı katet A olsun, alfaya bitişən katet B olsun, hipotenuz isə C olsun. Biz bilirik ki, sinus alfa nəyə bərabərdir? Qarşı kateti hipotenuza bölmək. Kosinus alfa nəyə bərabərdir? Bitişik kateti hipotenuza bölmək. Yəni sinus alfa bərabərdir nəyə? A bölünsün C. Kosinus alfa nəyə bərabərdir? B bölünsün C. B bölünsün C. İndi şərtdə deyildiyi kimi sinus kvadratla kosinus kvadrat toplayırıqsa, sinus kvadrat alfa A kvadrat böl C kvadrat topla. Kosinus kvadrat alfa isə B kvadrat böl C kvadrat. Bu da bərabərdir C kvadratında A kvadrat toplansın B kvadrat. Pifagor teoreminə görə bilirik ki, A kvadrat topla B kvadrat bərabər C kvadratını verməlidir. C kvadrat bölünsün C kvadrat bərabərdir 1. Məsələ isbat olunmuş oldu. Deməli, sinus kvadrat alfa topla kosinus kvadrat alfa bərabərdir 1. Başqa üsulla isbat etmək üçün bir çevrə çəkə bilərik. Buna bir vahid çevrə deyəcəyik. Bu çevrə elə bir çevrədir ki, bunun radiusu bərabər olacaq 1. Trigonometriya dərsində bunu daha ətraflı deyəcəyik. Burada bir dənə müəyyən bir alfa bucağı qeyd edək. Məsəl üçün, belə bir bucaq qeyd edək. Bu bucaq alfa bucağı olsun. Çevrənin radiusuna 1 dediksə, yəni bu çevrə ilə kəsişmə nöqtəsinə qədər isə 1 deyəcəyik. Bu kəsişmə nöqtəsinin koordinatları olsun. Məsələn, koordinatları x ilə y olsun. Onları belə də qeyd edək. Yəni bu hissə x. Diqqətlə baxsaq, bu hissədə y. İndi bu düzbucaqlı üçbucağa fikir verək. Bu düzbucaqlı üçbucaqda koordinatın bu hissəsi x olduğundan bu uzunluq x qədər olacaq. Biraz yaxınlaşdıraq. Bu hissə y qədər olduğundan bu parçanın uzunluğu da y qədər olacaq. İndi mən alfa bucağı üçün sinus tapmaq istəyirəm. Sinus alfa nəyə bərabər olmalıdır? Qarşı katet y bölünsün hipotenuz. Yəni 1. Yəni y. Y sinus alfa deməkdir. Kosinus alfa nəyə bərabər olmalıdır? Bitişik katet, yəni x bölünsün 1. Hipotenuzda 1. Yəni x. İndi şəkildəki bu düzbucaqlı üçbucaq üçün x kvadrat toplansın y kvadrat bərabər radiusun kvadratı, yəni 1-in kvadratı 1 olduğunu biliriksə, o zaman x kvadratı, yəni ki, kosinus kvadratı alfa topla y kvadratı, yəni sinus kvadratı alfa bərabər 1 də deyə bilərik. Bu şəkildə də isbat olunmuş olar. Sual sınaqda düşdüyü üçün ayrıca isbat etmək istədim. Amma trigonometriyanın digər düsturlarını da isbat edəcək. Deyim, 20 sınaqlardan da isbatlar düşməyə, yəni isbatlar izah olunmağa davam edəcək. İzləmədə qalın, sağ olun.